Buyur. Bugün biz Nadimizin ad gününe toplaşmışıq. Ürəyimizdə həm bir sevincisi var, kədər qarışıq. Həm bir qürur var, təxarət var ki, övladımız vətən yolunda şəhid olub. Vətənimizin torpaqları uğrunda şəhid olmağa könüllü yola düşüb. Bu, bayaq da mən dedim, Azərbaycan əskərinin vətən torpaqlarını qorumaqda göstərdiyi şücaətin bir nümunəsidir. Allah bütün əskərlərimizi qorusun. Allah şəhid olan bütün əskərlərimizin o dünyasını versin. Onlar böyük bir amal uğrunda canlarını fəda eləyiblər. Bizim nailətimiz də elə idi. Könüllü getdi, könüllü vətən uğrunda şəhid oldu. El üçün, oba üçün, bizim hamımız üçün bir qürur mənbəyinə çevrildi. Allah bütün şəhidlərimizi rəhmət eləsin. Onlar Azərbaycan xalqının böyüklüyün sübut elədilər. Şanı almaqla Azərbaycan əskərinin, Azərbaycan oğlunun, Azərbaycan vətəndaşının nəyə qadir olduğunu göstərdilər. Allah onların o dünyada da məkanların cənnət eləsin. Allah rəhmət eləsin bütün şəhidlərimizə. Onlarla fəxr edirik, qürur duyuruq. Amin, təşəkkür. Bəli, bugün şəhidin atası Üzeyir kişinin qarşısında biz baş əyirik. Çünki oğul vətən uğrunda qurban verən atalardan da biri Üzeyir kişidir. Bəli, biz sizdən söz götürməyə özümüzə qürur veririk, qürur vericidir. İstərdik ki, bir qəhrəman atası kimi siz də bir iki